Allah cəm arzusunda olanlara bu kvadratda belə bir gözəl bir ev qismət eləsin. 137 kvadrat Kərbəlayı. Dəyərli izləyicilərimi salamlayıram. 137 kvadrat 4 otaq giriş hissəmiz. Bu bizim giriş hissəmizdir Kərbəlayı. Gəl. Hardan başlayayım bilmirəm. Ona görə birinci fikirləşdim ki, bunu dəyərli ana bacılarımız üçün mətbəxi göstərim. Sonra da davam edəcəm. Bax, mətbəxə bax bir dənə qardaşım. Gör nə gözəl. Gör nə ecazkar qardaşım. Bütün kermaqranatən üzlənmişlər. Hamısı istif oldu. Onun deməyə ehtiyac yoxdur. Mətbəx mebeli hamısı mövcud. Çox genişdir mətbəximiz. Koridorun enliliyinə bax qaqa. Gör nə yekədir koridorumuz. Hol hissəmiz. Bax, burada giriş hissəmiz. Bir dənə fırlan giriş hissəsini göstər Kərbəlayı. Burada bax, belə bir yandırım. Buna bax, gör nə gözəldir. Belə bir hamam sanuzelimiz mövcuddur. Buradan da daxil olaq. Belə bir birinci yataq otağımız və yataq otağının daxilində kəbli. Buna bax. Hamam sanuzelə bax. Yataq otağının daxilində belə gözəl hamam sanuzeldir. Duşkabın üstündə yerimiz qoyulub. Hamam hissə desin. Qonaq otağına bax hələ Kərbəlayı. Gör nə gözəl. Bax, kabinlə. Bax, qardaşım. Evimiz yerləşir Xırdalanda, Heydərli prospektinin düz üstündə. Omidin binası var. Omidin düz üstündə, qardaşım. Viləkçay yaşayış kompleksində. Və buradan da növbəti belə bir basic otağımız. Evimiz 4 otağa düzəlib, qardaşım. 3 otaqdan 4 otağa düzəlib. Amma elə düzəlib ki, hər bir otaqda pəncərəmiz var. 4 otaq. Buradan da mətbəx hissəmizdən də eyvana çıxışımız var. Mənzilimiz dedim 137 kvadrat. 4 otaq. Mərtəbəmiz də orta mərtəbə. Çox gözəl komplekslərdir. Düz Heydərli prospektinin düz üstündə. Çıxdın, elə yolu keçdin oyuna Afparkda. Allah alanı da satan da xeyir versin inşallah. 114 əmlak olaraq hər birinizin xidmətindir. Siz də əmlakınızı, mülkünüzü tez bir zamanda satmaq istə 114 əmlaka müraciət edə bilərsiniz. Allahla amanında olun.